Salam, bugün sizinlə bayram süfrələrinizi bəzəyəcək tonqal salatı reseptini bölüşürəm. Salat üçün 3 ədəd orta boy yer kökünü, 200 qram toyuğun sinə ətini, 2 ədəd orta boy kartofu, 2 ədəd orta boy turşu xiyarı və 2 ədəd orta boy yumurtanı videoda gördüyünüz şəkildə doğrayıram. Bir dəstə şüydü də xırda şəkildə doğradıqdan sonra bütün ərzaqları qaba əlavə edirəm. Salat üçün əlavə olaraq 100 qram konservləşdirilmiş qarğıdaldan istifadə etdim. Üzərinə zövqə görə qırmızı və qara istiot, duz və mayonez əlavə edib qarışdırıram. Salat hazır olduqdan sonra servis edəcəyim qaba salatı bu şəkildə yığıb üzərini duzlu kreker çubuqlarla örtdüm. Doğradığım şüydü də tonqal salatının kənarlarına əlavə edirəm. Dadlı və doyumlu salat alındı. Videolarımı bəyənirsinizsə kanalıma abunə olmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.